İnsan nə qədər bacarırsa fikrinə nəzarət eləsin. Ağlım, fikrim, zehnim hardadır, nəyin yanındadır. Səhər durandan adam başlayır düşünməyə. Bir dənə stop ver özünə deyə mən nə düşünürəm, nə haqda, nədən düşünməliyəm, nə qədər önəmlidir bu haqda düşünmək. Bacardığı qədər düşüncə oxuna öz istiqamət versin. Bu müəyyən qədər insandan güc tələb eləyir və bu gücü insan yavaş-yavaş özündə yaratmalıdır. Ruhu qüdrət deyirik, ruhun əzəllərini gücləndirmək fikri məşğələ ilə olur. Biz əməllərimizə nəzarət eləməklə yanaşı düşüncələrimizə nəzarət etmək, özümüz üçün prioritet istiqamət seçməliyik. Çox dindarlar bunu unudur. Biz daha çox, düzdür, yenə deyirəm, əməlin əhəmiyyətini azaltmıram. Əməl lazımdır, amma təkcə əməl deyil, daha çox fikrimiz hardadır, o mühümdür. Allaha mühüm olan odur. Fikrimiz hardadır? Nə haqda düşünürük? Qayğılarımız nədən ibarətdir? Beynimizi nə məşğul eləyir?